Bugün Abşeron yarımadasında dövlət reyestrine alınmamış 500 mindən artıq ev var. Halbuki, həmin evlərin bəzilərinin ilkin sənədləri var. Bəzi vətəndaşlar həmin sənədləri daşınmaz əmlak dövlət reyestr xidmətinə təqdim edərkən aylarla gözləməli olur. Çünki reyestr xidməti təqdim edilən sənədlərin arxivdən kökünü, torpağın təyinatını və digər məsələləri araşdırır. Bu da istər-istəməz uzun zaman alır. Nazirlər Kabineti 5 oktyabr 2015-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur qaydalarında etdiyi dəyişikliklə bu proses bir qədər sadələşdirilib. Qərara əsasən hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərlə torpağın kateqoriyası dövlət torpaq kadastrında saxlanılan məlumatlara uyğun gəlmədikdə qeydiyyat orqanının vəzifəli şəxsləri tərəfindən 15 iş günü müddətində yer quruluşu sənədlərinin təhlili yolu ilə araşdırma aparılacaq. Araşdırmanın nəticəsinə əsasən təqdim edilən sənədlərdə göstərilən məlumatların doğruluğu təsdiq edildikdə əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınır və dövlət torpaq kadastrında müvafiq düzəlişlər edilir. Bu qərar nəyi dəyişəcək? Reallıq TV bildirir ki, mövzu ilə bağlı bizim mediaya daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, bu ilk baxışdan texniki məsələ kimi görünür. Amma vətəndaşların müraciətlərinə baxılması mexanizmi üçün çox vacibdir. Bu vaxtadək dövlət reyestrinə edilən müraciətlər hüquq müəyyən edici sənədlərin yetərli olmaması səbəbindən araşdırmalar uzun çəkirdi. Nəticədə vətəndaşın müraciətinə veriləcək cavablar aylarla uzanırdı. Buna görə də dövlət reyestr xidməti heç bir məsuliyyət daşımırdı. Artıq müraciətlərin araşdırılması üçün konkret vaxt müəyyən edilir. Bu da müsbət hadisədir. Vətəndaşlar müraciətin cavabı üçün artıq aylarla gözləməyəcək. Bundan sonra edilən müraciətlərə 15 iş günündə baxılacaq. Bütün sənədlər yetərlidirsə, o zaman sənəd dövlət reyestrinə alınacaq. Yaxud çatışmayan sənədlər barədə vətəndaşa bildiriş göndəriləcək.